bircə sən ol, bir də mən. Qeyr olmasın, salsın düyün. Söyləyim əğyarə mən dünya bugündür gün büyür. Eşqinin kuyunda gəl getdikcə saği qıl məni. Batırım dünya aram mən deyənlər hay küyün. Lüt qıran İbrahimə mən manacaqsız qalmışam. Sırtılan bütlər salırlar alnıma, ya Rəbb düyün. Ey görünməz. Ey görünməz bizlərə ihsan elə gördürməyi, ta bizə gördürməsin alçaq baxışlar gördüyüm. Görünürdə vəlilərin xalqla ayrı seçkisi olmadığına görə, dayazlar özlərini onlara tay düşünüb şeytan kimi müqayisəyə əl vurarlar. Necə ki şeytan, ruh sözünün, ruhun axırındakı o Allahlıq yağı, ya yiyəliyi görməmək əsərində özünün nə təhcə Adəmin, bəlkə Həzrəti Həqqin çəki daşlısı gördü. O yerdə ki, Həzrəti Haqq deyir, birində mənim Allahlığımdan bir pay vardır. Nəfəxtu fihimir ruhi. Yəni, mən Allahlığımla onu vergiləmişəm, pay vermişəm. Hər mövcud özünü ona tay düşünsə, o mövcuduna yox, Allahla bir təraziyə giribdir. Həmsəri ba ənbiya berdاشتند. Evliya ra həmço xod pendavştند. Ənbiyaya sandılar tay özlərin. Evliya tək gördülər ay özlərin. Allahın vəlilərini günəşin müqabilində aya bənzədiblər. Onlar qaranlıq gecələrdə günəşin işığını daşıyanlardılar. Amma günəşin huzurunda ay, ulduz kimi huzurlarını bildirməzlər. Bi vəli bud ma xudazavriست. Ba vəli bud ma temaşavist. Hər ki cöz dide evliya bad است. با ولی باد هم توانویست. چون ولی شاخه درخت ولاست، میوه سر به مهر داناییست. کار افلاک و مهر و ماه همه با دم اولیا هماواییست. خوابی آشفته بود بشر، با ولی بود خلق رویاییست. Cümle alem zin sebep gumrah şod, kem kesi zebdal hak agah şod. Bu sebepten düştü hakten dünya yan, olmadı ebdal hak halga ayan. Görünürde Evliyallah'ın ayrılarıyla ayrıntısı olmaması, cicihlileri onların üstüne yerinlədir. Dediler yatmaq, yeməkdir dərdimiz. Biz bəşər, onlar bəşər, yox fərqimiz. Xalq dediler bu daha haranın peyğəmbəridir ki, yeməli zatlardan yiyir və küçədə bazarda dolanır. Mali hazır Rəsulü yəkulut təamə və yəmşi fil əsvaq. Təəssüflər olsun ki, onlar mırdar yerlərin qırağında ələ gələn yaşıllığı, göz yaşından duru bulaqların qırağında ələ gələn yaşıllıq ilə bir görürdülər. Onlar düşünə bilsəydilər ki, qeyridən boşalmaq əsərində onlarda da peyğəmbərlər çıxarır və olmaq ləyaqəti vardı, bunca dərinə batmazdılar. Peyğəmbər ağzına apardığı tikə ilə o pulunu artımına, yani ribiya artımına veren Yahudinin ağzına apardığı tikə bir olar məgər?
O tikədə əl qabarı vardı, bunda haq məzarı. Bu əldə bütün fələhlərin qiymətinə bir çəkicənin ağzından quru bir yarpağı almaq cəsarəti yoxdur. Amma o birisində bir soğana baş kəsmək ləyaqəti çıxarı vardı. Hər iki arı, yəni abalayısı və bu mozalar, hər iki arı yedi bir şirədən. Biri zəhr oldu, biri şirə nədən? Can dərmanı olur bundan, ondan dönür sümük duza. Bu qandırır, o dandırır, isti ağız dönür buza. Hər iki ahu bir otdan otladı. Birisi müşk oldu, digər qığladı. Zin yeki sergin şodu zan müşkilnav. Dilbər qoynunu axtardı bu. Böcək tutdu onda toyun. Yəni o nəcis fırradan böcək. Bundan qopdu yar nəfəsi, ondan ötən tutdu burun. Qovuşmaz bu fasiləni, görməmək daha sindirməməlidir. Bu yiyəndə zəfi artır, kaslanır. Bu yiyəndə zəfi artır, kaslanır. O yiyəndə hüsnü artır, nurlanır. Bu yeyir, artır onun çirkinliyi. O yeyir, artır onun haq binliyi. Bu yeyir, ey yar. Bu yeyir, ey yar deyir, divar görür. O yeyir, öndə duvaqsız yar görür. Bu yiyəndə gözlərim bağlar sifat. O yiyəndə məhv olar ondan cəhat. Bu yiyəndə qarcaşır qarnında qurd. O yeyir, ondan doğur eşq-i vədud. Bu yiyəndə buxlu artır, kaslanır. O yiyəndə şovqu artır, zağlanır. Bu yeyir, hər nə olur bir torba şər. O yeyir, əmma olur keyfə bəşər. Attım başı doğulur o, düşür ona yarın əksi. Bu qop bayır olduğundan olur dibdə bunda. Gərək gün bu yazıq sehri möcüzəyə tay düşünür. Bulaşıqlı ürəyini həqiqətə güzgü sanan özün görər qiblə daşı, düz qibləyə deyər yaman. Əldə tutmaqla əsa ovsunçular, əldə tutmaqla əsa ovsunçular zənn edirlər özləri Musadılar. Bu əsa ilə onun bax fərqinə, bu əsa ilə onun bax fərqinə cəhrəni tay sanma gərdun çərxinə. Zin əməl ta an əməl rahi şeger. Daldasında bu işin var lənəti. Leyk onun vardır sonunda rəhməti. Dünya deyir tümbətündür. Bunun adı gəlmək yaman. Onun adı dirildəndir, ruhumuza paylayır canını. Əntər, meymun əntər, insanı yansılamaqda ustaddır. İnsan başlayanda Qur'an oxumağa, o da əlinə gələn hər bir kitabı əlinə alar və insan kimi başını sağdan sola bulayar. Hər kim mərdum mikunət buzinəm. Sınasa insan nəyi əntər sınar. Başlayar o gördüyün bu yansılar. Eylədim mən də onun tək zənn edir. Bilməyir ayrıntısı nəmma nədir? Var bunun baş əyməsində bəndəlik, leyk onun baş əyməsi şərməndəlik. Secdəyə baş qoydular xeyr ilə şər, şər əyildi, xeyrət çatsın xətər. Onlar namaz səfində çiyin-çiyinə durdular. Leyk bu bir üzlü
Leyk bir üzlü Allah'ın ipine el attı. Fəqəd istemseke bil urvetil vuska. Amma minüzlü özünün hilesinin tünü ipine el attı. Onda kırılıp üzülmək yoktur. Lenfisame leha. Amma bunda her ləhzə qopmaq, infisam xətəri var, qorxusu vardır. Əsir olmaq o deyil ki, saxlanasan, qəfəsdəsən. Yusuf zindanda deyil, Yusufdir. Əsir olmaq o deyil ki, saxlanasan, qəfəsdəsən. Əsir olmaq, əsir odur qəfəs içrə, əsirliyə öyünəsən. Bunun gəzir arxasıca əsirliyi kölgə kimi, onun əli əsirliyə qəfəsində biçir kəfən. Bəhri təlxo, bəhri şirin dər cihan, در میانشان برزخ لا yebğiyan. Bu cəhli də Muhammed də dünyalıqdan paylanırlar. Bunun payı rəhmət olur. Onuncudur odlu məzar. İstər olsun su şirin, istər acı, köhləri birdir, dolanma qeyqacı. Yağışın suyu paydır. O bir yere acı ve bir ayrı yere şirin ve cana siner yağmayır. Düğün sensen, düğün kəhri de sensen. Sen duzlaqsan, yağış səndə şor olur. Həman yağış yaşılətəh yamaclara yağanda kəhliyotu və yarpız, pöhrə yarpız iyisi verir. Şirinliklə acılıq yerdədir, səndədir. Amma səndən rəca edirəm, tez dolaşıq düşməcinin və deməcinin ki, duzlağı şor yaratmaqda Allah Teala onu şorluğa məcbur eləyibdir. Sənin adın muhtardır. Sən duzlaq deyilsən, sən o muhtarsan ki, şorluğun və şirinliğin özünün əlindədir. Ayağın tez yer tutmasın. Adəmə bənzər nə çox iblis var. Hər əli sıxma onu bilmə əyar. Şaxtı hər yurda əgər həq günəşi dağların qarlarına oldu ayaq. Yeridib onları bir körpə kimi, dənizə eylədi axırda qonaq. Buzlamış batlağı leyk etdi məlul. Örtü çəkmişdi onun eybinə qış. Ölüm onun üzünün duvağıydı. Örtü çəkmişdi onun eybinə qış. Yağışa gül dedi sənsən rəhmət. Dedi batlaq qoxuyur pis yağış. Oldu həqqin günəşi yerdə məhək. Yaxşı ondan pay alıb tapdı yolun. Bildi zəhmət pis onun rəhmətini. Yağışı pisləməyə oldu boyun. Hiss-i dünya nərdiban-ı incihan. Hiss-i dini nərdiban-ı asiman. Dini hissin oldu uqba dirsəyi. Dünya hissi oldu dünya dirsəyi. Dünya hissi necə ki sənin durumuna və dünyalıq məqamına toxunan xətərləri görsədir, dini hissi də düşüncənin axsarlığını, vicdanı çulğayan pası, ruhunun aynasına qonan tozu görsədir. Ey bəsa iblis Adəm ruy həst, pəs be hər dəsti nəbəyət dadı dəst. Puriyay Vəli rəhmətli deyir, bəsi goftənd az İsi Məhdi, mücərrəd şo tu həm İsa'y əhdi. Dedilər Məhdidən, İsi'dən erkən, boşal sən də özündən, İsi sənsən. Özünə Məhdi ol, Dəccalı öldür, zuhurundan qabaq Məhdini güldür. Danış haqq ilə batildə danışma, təpəgöz qırmada, sənsən Məsiha. Hərfi dərvişan bedozdət mərd dun, ta bexanet bər səlimi zan füsun.
İstiliktir çatmış insanlar işi. Yozdurar yol, düz yoldan emma nav kişi. İstiliktir çatmış insanlar işi. Yozdurar düz yoldan emma nav kişi. Helali sağdan.